Salam əziz izləyicilər, hörmətli müəllimlər və şagirdlər. Bugünkü mövzu məktəb mühitində nitqi qüsurlu uşaqlara həsr olunub. Müəllim və şagirdlərin onlara qarşı necə davranmalı olduqları, onlara necə diqqət yetirməli olduqlarını mövzum vasitəsilə sizlərə çatdırmaq istəyirəm. Video əsasən müəllimlər üçün praktiki tövsiyə xarakteri daşıyır. Nə üçün bu mövzuya müraciət etdim? Çünki bu mövzuda danışan mütəxəssislərimiz çox azdır. Son illər isə demək olar ki, mən heç rast gəlmirəm bu barədə danışan mütəxəssislərə. Ona görə də özümə borc bilirəm ki, sizləri maarifləndirim, bu barədə sizlərə məlumat verim. Biz bilirik ki, məktəb mühiti nitqi qüsurlu şagirdlərin şəxsiyyətinin formalaşmasında həlledici rol oynayır. Müəllimin davranışı uşağın özünə inamına, dərsdə aktivliyinə, sosial münasibətlərinə, nitq pozuntusunun dinamikasına birbaşa təsir edir. Yanlış yanaşma, məsələn, ələ salmaq, tələsdirmək, sərt tənqid etmək nitq çətinliyini dərinləşdirə, düzgün yanaşma isə uşağın potensialını üzə çıxara bilər. Bəs nitqi qüsurlu şagird kimdir? Kimlərə nitqi qüsurlu şagird deyilir? Nitqi qüsurlu şagird dedikdə aşağıdakı çətinliklərdən biri və ya bir neçəsi müşahidə olunan uşaqlar nəzərdə tutulur. Kəkələməsi olan, pəltəkliyi olan, səs pozuntuları olan, bura disfoniya, afoniya kimi nitq qüsurlara aiddir. Nitqi inkişafdan qalmış uşaqlar, leksik qrammatik çətinlikləri olan, yəni söz ehtiyatının zəifliyi, cümlə qurmaqda çətinlik çəkən uşaqlar aid edilir. Belə uşaqların intellekt səviyyəsi əksər hallarda normaldır. Problem danışığın forması ilə bağlıdır, məzmunu ilə yox. Müəllimin əsas pedaqoji mövqeyi nədən ibarət olmalıdır? Müəllim özünü nə diaqnoz, nə də müalicə edən şəxs kimi aparmamalıdır. Onun rolu təhlükəsiz öyrənmə mühiti yaratmaq, şagirdin nitq çətinliyini nəzərə alaraq tədrisə uyğunlaşdırmaq, uşağı sosial cəhətdən qorumaqdır. Əsas prinsip burada nədir? Şagirdi problemi ilə yox, şəxsiyyəti ilə gör. Sinifdə gündəlik praktik davranış qaydaları hansılardır? Ünsiyyət zamanı müəllimin davranışı. Edilməli olanlar: şagird danışarkən sözünü kəsməmək, cavab üçün əlavə vaxt tanımaq, rahat, sakit tonla ünsiyyət qurmaq, nitqi qüsuruna yox, dediyi fikrə diqqət yetirmək, səhv olduqda şəxsi şəkildə, tənəffüsdə və ya dərsdən sonra korrekt etmək lazımdır. Qaçınılmalı olan məsələlər. Tez danış, bir də de, başa düşülmür kimi ifadələr şagirdin sözlərini onun yerinə tamamlamaq, sinif qarşısında tənqid etmək, səhvləri ironiyaya çevirmək olmaz. Dərsin təşkili və qiymətləndirmə. Şifahi cavab çətinlik yaradırsa, yazılı cavab alternativi verin. Cavab verərkən uşağı gözləməyə, sinifi də alışdırın. Qiymətləndirmədə nitq forması yox, bilik səviyyəsi əsas götürülməlidir. Qrup işlərində şagirdi passiv rollara sıxışdırmayın. Lazım gəldikdə təqdimatları öncədən məşq etmək imkanı yaradın. Sinifdə sosial mühitin formalaşdırılması. Müəllim sinifdə empatiya mühitini şüurlu şəkildə yaratmalıdır. Qısa maarifləndirici söhbətlər. Bəzilərimiz daha yaxşı, daha yavaş danışa bilər. Bu normaldır. Bullyinqə qarşı sıfır tolerantlıq, dostluq münasibətlərinin təşviqi, fərqliliyin normal qəbul olunması. Xüsusi vəziyyətlər, əməkdaşlıq və uzun müddətli strategiya. Müxtəlif nitq pozuntularına fərdi yanaşma. Kəkələmə zamanı, məsələn, kəkələyən uşağa qarşı cümləni onun yerinə bitirməyin, tələsdirməyin, rahat danışması üçün psixoloji təzyiqi azaldın. Artikulyasiya pozuntuları zamanı isə dediyini başa düşməkdə nəzakətlə təkrar xahiş edin. Lağlağıya yol verməyin. Səs pozuntuları zamanı uzun müddət yüksək səslə oxumağa məcbur etməyin. Səsi qoruyan davranışları təşviq edin. Valideyn və loqopedlə əməkdaşlıq. Valideynlə açıq və dəstəkləyici ünsiyyət qurun. Uşaq danışa bilmir, yox, danışarkən çətinlik yaşayır kimi etik ifadələr istifadə edin. Loqopedin tövsiyələrini dərs mühitində nəzərə alın.
Uşağın məktəbdəki irəliləyişini valideynlə paylaşın. Müəllim üçün psixoloji baxımdan önəmli qeydlər. Nitq qüsuru olan uşaq tez-tez utanma, çəkinmə, sosial qorxu yaşaya bilər. Müəllimin bir cümləsi uşağın özünə inamını ya sındıra, ya da gücləndirə bilər. Empatiya, səbr və hörmət pedaqoji təsirin əsas alətləridir. Müəllimin düzgün yanaşması nitq qüsurunun müalicəsi deyil, amma reabilitasiyasının ən güclü sosial dayağıdır. Təşəkkür edirəm. Sağ olun.